Peyğəmbərlər haqqında filmlərə və seriallara baxmaq olarmı? Peyğəmbərlərə hörmət və onlara ehtiram göstərmək müsəlmanın borcudur. Onlara hörmətin təzahürlərindən biri də onların surətinin təhrif olunmuş şəkildə təqdim edilməsindən imtina etməkdir. Xüsusilə də onların rollarını azğın insanların oynaması. Yusuf və digər peyğəmbərlərin rolunu oynayan şəxs Allah qatında ən böyük günah sahiblərindən biridir. Çünki onlar peyğəmbərləri həqiqətə uyğun olmayan şəkildə göstərir, uca Allahın razı olmadığı əməlləri onlara aid edirlər. Hər bir halda bu haramdır. Hətta fərz etsək ki, peyğəmbərləri yaxşı şəkildə təqdim etdiklərini iddia edirlər. Yenə də deyirik ki, onları canlandırmaq və insanlara budur Yusuf, budur Nuh və s. kimi göstərmək yalandır və qadağandır. Peyğəmbərlərin uca məqamı vardır və onları müxtəlif saxta rollarla təbliğ etmək caiz deyil.